Bu yaxınlarda paylaşımların birində söz vermişdim ki, sistem müalicəsindən danışacağım. Amma hər sistem müalicəsindən danışanda mən yazıq müəyyən yaşlı xanımlar tərəfindən və yaşlı bəylər tərəfindən, yaşlı nəsil tərəfindən linçlənirəm. Yazırlar ki, sən Allah indiyənə qədər nə bilim Sovetlərdə hamımız özümüzü sistemlə müalicə edirdik. Bu da gəldi yenə boş-boş danışır burada. Boş-boş danışmıram. Yəni ürək çatışmamazlığında sistem qəti qadağandır. Bundan milyonlar dəfə danışmışam, amma hər danışanda da mütləq şəkildə düşünürəm ki, videomdan kimlərsə nəsə öyrənir və ürək çatışmamazlığı olan pasiyent həkimə gedəndə o həkim ona sistem qoşmaq istəyəndə o pasiyent ona deyir ki, Günay doktor deyir ki, sistem olmaz. Hətta o bəzən gəlib qulağıma çatır. Həqiqətən də ürək çatışmamazlığı özü özlüyündə ürəyin çatışmamazlığıdır. Yəni bu ürək bu işi yerinə yetirmir, yetirə bilmir. Yəni belə deyim, ürəyin gücü 20-dir, 60 deyil. Ürəyin gücü 40-dır, 60 deyil. Və siz götürürsüz bu yazığın onsuz da qalıb belə yığıla-yığıla ki, hər yerə qanı bərabər normal çatsın. Bir də bunun üzərinə su tökürsüz. Sistem bildiyiniz sudur. Və hansısa həkim sizə söz verir ki, bu sistemlə mən sizin ürəyinizin gücünü qaldıracağam. Qətiyyən qaldırmayacaq. Qətiyyən. Niyə? Çünki tibbdə biz həkimlərin hərəkət elədiyi protokollar var. Ürək çatışmamazlığının protokolu var. 5-6 əsas verilməli olan dərmanı var. Sistem o protokolda yoxdur. Heç vaxt olmayıbdır. Sovetlərdə vurulanda da yanlış eləyiblər. Bunu bir dəfəlik beyninizdən çıxardın. Xahiş edirəm. Bundansa bu bir stəkan suyu içmək, çayı içmək daha faydalıdır. Nəinki düşünmək ki, o sistem sizin ürəyinizin gücünü artıracaqdır. Heç bir sistem, heç bir ürək gücünü artırmır. Yoxdur belə bir şey, yoxdur belə bir mexanizm. Daha da özünüzü bərbad vəziyyətə qoymayın o sistemlərini. Evdə tibb bacıları gəlir, köçürür, qonşularınız tövsiyə edir, köçürür. Sistem vəziyyəti daha da pisləşdirir. Ona görə də sizə kimsə sistem qoşmaq istəyəndə siz deyin ki, olmaz. Mən oxumuşam ki, olmaz. Videoda dinləmişəm ki, olmaz. Bu videonu göstərin. Sistem müalicəsi yoxdur.